Ata və oğul arasında yaranan mübahisə cinayətlə nəticələnib. Hadisə ötən ilin oktyabrın 15-də Tovuz rayonunun kəndlərindən birində baş verib. 1967-ci il təvəllüdlü Məmməd yaşadığı evdə oğlu Elməddin tərəfindən sifət və bədəninin müxtəlif nahiyələrinə dəmir su qabı ilə vurulub. Məmmədin barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, oğlu Elməddin ilə eyni evdə yaşasa da aralarında bir neçə dəfə mübahisə olub. Yaşadığımız evdən başqa həyətdə yardımçı tikili var. Həmin yardımçı tikilidə yaşayıram. Yatdığım otaqda istilik sistemi olmadığı üçün soyuq olur. Evdə yatmaq istəsəm də oğlum mənə həmin evdə yatmağa icazə vermir. Mən də söz-söhbət olmasın deyə həyətdə olan yardımçı tikilidə yaşayıram deyə ifadəsində bildirib. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü gecə saat 1 radələrində oğlu Elməddinin yataq otağından səs gəldiyini eşidib. Onları yataq otağına getdim. Otağa daxil olan zaman gəlinim ilə azyaşlı nəvəmin ağladığını gördüm. Elməddindən nə baş verdiyini soruşdum. Elməddin otaqdan çıxmağımı dedi. Nəvəmi otaqdan götürərək çıxdım. Üzərindən 5 dəqiqə keçdikdən sonra Elməddinin sözləri mənə pis təsir etdi. Elməddindən nə üçün məni otaqdan qovduğunu soruşdum. O yenidən mənə kobud cavab verən zaman aramızda mübahisə yarandı deyə ifadəsi yekunlaşdırıb. Tovuz rayon məhkəməsində baxılan cinayət işi zamanı məlum olub ki, təqsirləndirilən şəxs oğlu ilə barışıb. Ona qarşı şikayətini geri götürüb. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub. Onun barəsində olan cinayət təqibinə xitam verilib.